Bizim düşüncələrimiz maqnit kimi həqiqəti özünə çəkir. Salam 369 TV-nin dəyərli izləyiciləri. Bugün biz sizinlə insan kainat vəhdətini danışacağıq. Biz çox vaxt kainatı xaricimizdə, uzaq ulduzlarda axtarırıq. Amma bugün sizə sübut edəcəm ki, bütün qalaktikalar, günəş sistemləri və ilahi qanunlar məhz sizin daxilinizdə cərəyan edir. Sən sadəcə bu kainatın içində deyilsən. Siz kainatın kiçildilmiş bir forması və mikrokosmossan. Gəlin ən təməldən başlayaq. Bibliyada bəhs edilən yaradılış, o məşhur həyat ağacı əslində bizim ürək-damar və sinir sistemimizdir. Çünki bədən deyilən o bağın tam mərkəzində dayanan ürək bütün bədənə həyat enerjisi paylayır. Xeyir və şəri bilmə ağacı isə bizim sinir sistemimizdir. Sinir sistemi bədənimizdə ruhun dualistik, yəni ikili dünyanı qəbul etməsi, yaxşı və pisi ayırt etməsi üçün bir detektor rolunu oynayır. Ürəyimiz bədənin maqnit sahəsinin mərkəzidir. Onun yaratdığı maqnit impulsları beynimizdən 5000 dəfə daha güclüdür. Bu nə deməkdir? Bu o deməkdir ki, duyğular kainatın dilidir və sizin ürək döyüntüləriniz kainatın nəfəsi ilə eyni ritmdə vurur. Qədim mətnlərdə bəhs edilən Süleyman məbədi hardadır? O daşdan tikilməmişdir. O məbəd sənin bədənindir. Bədəninizdə 4 müqəddəs çay axır. Qan, tüpürcək, cinsi maye və daxili müqəddəs maye. Sənin daxilində tam bir günəş sistemi var. Çakralarının hər biri bir planetin enerjisini təmsil edir. Saturnun nizam intizamından Veneranın sevgisinə qədər sən bir kainatsan. Amma biz təkcə ətdən ibarət deyilik. Reallıq təbəqələrdən ibarətdir. Ən aşağıda fiziki müstəvi, onun üzərində isə enerji və maqnetizm dünyası olan eterik müstəvi dayanır. Daha yuxarıda isə xəyallarımızın, düşüncələrimizin formaya çevrildiyi astral aləm var. Bilin ki, düşüncələr əşyadır. Astral aləmdə hər bir negativ asılılığımız və qorxumuz bir cin yaradır. Maraqlıdır ki, demon sözünün içindəki moon, yəni ay sözünün olması bizə onu izah edir ki, bizim düşüncələrimiz maqnit kimi həqiqəti özünə çəkir və reallaşdırır. Biz iblislərimizi öz zehnimizlə yaradırıq. İncildə İsa'nın su üzərində gəzməsi əslində bir simvoldur. Su ezoterik və astral aləmin keçididir. Su üzərində gəzmək fiziki bədəni tərk edib astral səyahətə çıxmaq deməkdir. İnsanın ən ali məqsədi bu dünyada məhbus olmaq deyil, Merkabasını aktivləşdirməkdir. Bəs bu Merkaba sözü nə anlama gəlir? Qədim Misir, yəni Kopt dilində olan bu sözlər Mer işıq, Ka ruh, Ba isə bədən anlamına gəlir. Bu sənin yüksəliş istiqamətindir. Biz bu ikiliyi, yəni alt və üst mənliyimizi birləşdirərək çoxölçülü bir varlığa çevrilməliyik. Masonik simvollardakı 11 rəqəmi 2 sütun, fiziki və astral aləmin bir-birini güzgü kimi əks etdirməsidir. Necə yuxarıda, elə də aşağıda. Sən kimsən? Sən bir ulduzsan. Sən fiziki bədənə bürünmüş bir işıq nöqtəsi, kvant fotonusan. Dinlər çox vaxt həqiqəti ezoterik, zahiri şəkildə kütlələrə çatdırır. Lakin ezoterik, batini bilik deyir ki, sən xilas edilməli olan bir bəndə deyil, xatırlanmalı olan bir tanrısan. Diqqətinizi hara yönəltsəniz, enerjiniz ora axacaq. Əgər zehninizi dəyişsəniz, reallığınızı da dəyişəcəksiniz. Çünki xaricdə heç nə yoxdur. Hər şey daxilinizdədir. Dəyərli izləyicilər, bugün özünüzə güzgüdə deyil, bir kainatda baxmağı sınaqdan keçirin. Siz kainatın özü və
əngin səmaların hüdudlarısınız. 369 TV-də qalın. Daxilinizdəki işığı kəşf edin. Gələn verilişlərdə görüşənədək.